Vaxtilə varikoz xəstəliyi ilə əlaqədar bizə müraciət etmiş bir xəstəyə cərrahi əməliyyat məsləhət gördük və qəti xəbərdar etdik ki, xəstəmiz isti proseduralardan, vanna qəbulundan, günəş altında qalmaqdan uzaq olsun. Əgər əməliyyata gəlirsə, cərrahi əməliyyatdan sonra bu problemlər olmayacaq və biz də onu necə deyirlər, sağlamlığa tam zəmanət verəcəyik. Çox təəssüflər olsun ki, xəstə bizim tövsiyəmizə əhəmiyyət verməyərək gedib bir isti vanna qəbul etmiş. 1, 2, 3-cü vannadan sonra xəstəmizdə genişlənmiş varikoz damarlarda tromb yaranmış və eyni zamanda yaranmış olan tromb oradan ağciyər arteriyasına atlanmış və xəstə huşunu itirmişdir. Onu çox ağır bir vəziyyətdə cərrahiyyə klinikasına çatdırmışlar, başqa bir yerdə və orada isə reanimasiya şöbəsinə qoyub təcili süni tənəffüs aparatına qoşmuşlar çünki nəfəs ala bilmirdi və uzun bir müddətli müalicədən sonra şükürlər olsun ki, onun həyatı xilas olundu. Amma bizim vaxtilə ona verdiyimiz məsləhəti onlar sonradan dəyərləndirməli oldular ki, kaş ki, professor sizin dediyiniz məsləhəti biz qulaq ardına vurmazdıq və bu bəlaları da, bu əziyyətləri də çəkməzdik. Ona görə də hörmətli izləyicilərimiz xahiş edirik, varikozunuz varsa isti prosedurlardan uzaq durun. Bu sizin həyatınız hesabına sizə başa gələ bilər. Təşəkkür edirəm.